Reala baxırsınız, Realın Ukrayna bürosu ən son məlumatlarla qarşınızdadır. Martın 7-sinə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra böyük şəhərlərinə, o cümlədən paytaxt Kiyevə kütləvi hava zərbələri, çox kombinasiyalı hava zərbələri endirdi və əsas hədəf paytaxt Kiyev, Xarkov, Odessa, Zaporojye və Ukraynanın qərb bölgəsinin bir sıra böyük şəhərləri oldu. Artıq gecə saatlarından paytaxt Kiyevdə də çox güclü partlayış səsləri eşidilməyə başladı. Ümumiyyətlə səhərə qədər Kiyevlilər, şəhərin qonaqları sığınacaqlarda keçirməli oldu. Çünki hava həyəcanı siqnalı yerli vaxtlar səhərə yaxın belə deyək kəsildi və hava hücumunun tam bitdiyi elan edildi. Çox təəssüf ki, bu hava hücumu nəticəsində yenə də mülki infrastruktura ciddi ziyan dəyib, mülki insanlar arasında ölənlər və xəsarət alanlar var və əsas faciə isə Ukraynanın Xarkov şəhərində qeydə alındı. Belə ki, Xarkov şəhər meri İqor Terexovun verdiyi açıqlamasına görə Xarkova endirilən raket zərbəsi nəticəsində 5 mərtəbəli yaşayış binasının bir hissəsi tamamilə çöküb və verilən son məlumata görə artıq 6 mülki şəxs həlak olub, dağıntılar altından onların cəsədi çıxarılıb. Bunlardan biri uşaqdır, 13 yaşlı qızdır və həmçinin ondan artıq insan isə xəsarət alıb. Lakin bu rəqəmlər yekun deyil. Hazırda da Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti dağıntıları təmizləyir. Dağıntılar altında yenə də insanların qaldığı ehtimal edilir. Həmçinin paytaxt Kiyevə də belə deyək ki, 10-a qədər ballistik raket zərbəsi endirildi və əsas hədəf isə enerji və kritik infrastrukturlar oldu. Düzdür, bu barədə detallı ilə rəsmi açıqlama verilmir. Lakin onu da qeyd edək ki, hazırda paytaxt Kiyevdə daxil olmaqla ölkənin bir sıra bölgələrində enerji kəsintiləri qeydə alınır. Həmçinin Odessanın da hava zərbələri nəticəsində strateji infrastrukturlarına ciddi ziyan dəyib. Bu barədə Odessa Vilayət Hərbi Administrasiyası açıqlamasında bildirir. Və onu da qeyd edək ki, bu hava zərbələri nəticəsində Ukraynanın qərb bölgəsi olan Xmelnytski, Vinnitsa və digər böyük şəhərləri də enerji və kritik infrastrukturlarına ziyan dəyib. Həmçinin bu bölgələrin qatarların cədvəlində artıq dəyişiklik edilib, çünki dəmir yolu infrastrukturuna da ciddi ziyanın dəydiyi bildirilir. Və bu hava hücumu haqqında Ukrayna prezidenti Volodymyr Zelenski də artıq açıqlama verib və bildirir ki, Rusiya hava hücumu zamanı 29 müxtəlif ballistik və qanadlı raketlərdən istifadə edir ki, bunların da yarısı ballistik raketlər olub. Həmçinin 480 hücum dronundan istifadə edib. Onu da qeyd edək ki, bu kütləvi hava hücumu son günlərin, son ayın ən belə deyək, çox böyük, həcmli, geniş kütləvi hava zərbələri kimi qeyd edilir. Emir Hüseynli, Kiyev, Real TV.